Salam dostlar. Bugün meşənin daha dərin və sirli yerlərinə səyahət edəcəyik. Deyirlər ki, bu meşənin hər küncü bir nağıldır. Eşidirsiniz? Meşə bizimlə danışır. Ağacların xışıltısı sanki qədim hekayələr pıçıldayır. Baxın. Burada təzə izlər var, maraqlıdır. Bu izlər bizi hansı sirli dostumuza aparacaq? Gəlin izləyək. Və budur. Balaca bir maral. O, çox nəcib və gözəl görünür. Təbiətin ən gözəl hədiyyələrindən biridir. Təbiətdəki heyvanlarla dost olmaq üçün onlara sevgi və hörmətlə yanaşmaq lazımdır. Onlar bizim ən yaxşı dostlarımızdır. Meşə bizə həm də dadlı nemətlər verir. Amma hər şeyi özümüzə götürməməliyik, heyvanları da unutmayaq. Meşənin daxilindəki bu işıq oyunu mənə hər zaman bir sehirli dünyanı xatırladır. Burada hər şey canlıdır. Bugün meşə bizə çox şey öyrətdi. Təbiəti qorumaq hər birimizin borcudur. İndi isə yavaş-yavaş evə dönmək vaxtıdır. Növbəti macəramızda görüşənədək dostlar. Meşənin sirlərini birlikdə kəşf etməyə davam edəcəyik. Sağ olun.